Əməliyyat elədi doktor məni. Allah doktorumuzun canını sağ eləsin. Allah doktorumuzun ömrü can sağlığı versin. Əməliyyatın mən səhəri günü durdum yeriydim. Vallahi nə ağrı oldu, nə də heç bir şey. Özümü çox rahat hiss edirdim. Heç indiyənə qədər də üstündən bir ay keçib heç bir ağrım da yoxdur. Doktor demişdi 15 gündən sonra işə çıxarsın. Mən 4 gündən, 3 gündən sonra gedirdim işimin gücümün dağıldı. Yəni heç bir ağrı hiss eləmədim. Ana doktor çox gözəl insandır, bir insan kimi çox, nə bilim, söz deyə bilmirəm. Heç mən birinci əməliyyata gedəndə deyirdim, ayda mən nə varacam, bu bir aya, 2 aya, 3 aya sağalacaq, mən nətər işə çıxacağam, nə edəcəm. Amma heç nə hiss eləmədim, heç nə əməliyyatda, nə əməliyyatdan səhərsinə oturdum maşına, sürdüm maşını, çıxdım getdim evimə, üçsün. Yəni heç bir ağrı, heç bir şey hiss eləmir insan, yəni əməliyyat elətdirmək istəyən insanlar da heç nədən çəkinməsinlər. Doktorumuz çox gözəl insandır, çox professionaldır da, yəni heç bir ağrı hiss eləmirsən, heç nə. Allah ona uzun ömür, can sağlığı versin. Onda da təşəkkür etdim ki, indi də öz təşəkkürümü bildirirəm. Allah sizi var eləsin. Sizin kimi doktorların sayı həmişə çox olsun. Başqa mən nə deyə bilərəm? Əməliyyat ayın 8-i keçən ay. Ayın 8-i bir aydır. Bir aydır oğlum. Allah şahid ki, mən əməliyyatın səhəri günü həyətdə düşüb yeriyirdim yəni. Heç bir nə ağrı, nə heç nə hiss eləməmişəm. Yəni Amma bu şərhlərdə yazılır bəzən ki, əməliyyat vaxtında çəkilirsə bağlı. Burada yazılır ki, vaxtında ona görə ağrıyordur. Vaxtında and olsun Allah şahid ki, mən səhəri düşüb həyətdə yeriyirdim. Yəni gəzirdim, yavaş-yavaş yeriyirdim. Ondan sonra hər gün yerimişəm. Çünki yeriməsəm bu yara mən tez sağalır. Yeriməlisən ki, hərəkətdə olmalısın ki, bu yara vaxtında sağalsın. Heç ağrı belə hiss eləməmişəm mən ki, bunun ağrısı nədir, nədir? Yəni, müəkkəd testlərinin yeni üsullarından da xəstələr burada nə lazım? Allah şəfa olsun. Sağ olun. Allah razı olsun. Sizi təşəkkür edirəm.